bir şagird nə qədər müddətə, nə qədər çalışma eləməlidir ki, buraxılış imtahanına hazır olsun? Başa düşdüm. Deməli 11-ci sinif 11-ci sinif sırf buraxılış imtahanından söhbət gedir də, yəni. Çünki 9-cu sinif buraxılış imtahanında sual bazası azdır. 11-dən danışırıq. Sırf 11-dən danışırıq. Çünki riskli Əsas, siniflər bəli, əsas riskli 11-dir. siniflərdir. 5,6 ay. Yəni 6 aya yaxın müddətdə həftədə 3 dəfə dərslə hər dərs isə 150 sual etməklə bitirə bilər. Yenə dediyim kimi 9000-dən çox sual bazasında sual var. Dəhşətli dərəcədə ağırdır. Hətta mən kənar mənbələri, o bayaq valideynlər dedi ki, kənar mənbələri də nəzərə alsaq bu 10.000, 12.000-i keçir. Yəni sual sayından söhbət gedir. Siz təsəvvür edə bilirsiniz Rüstəm bəy, təkcə trigonometriyaya aid 900-dən çox sual var. Yəni 950-dən də 1000-ə yaxın sual var yəni. Bu yəni eyni tipli suallarda sadəcə olaraq biz necə kubik, rubik kimi müxtəlif vəziyyətlərdə qoyulur. İndi yığ, bax bu şəkildədir. Və yenə də deyirəm, şagird köklü şəkildə öyrənsə, yəni onun fundamentləri 6-cı, 7-ci, 8-ci sinifdən üzü yuxarı, güclü gələ-gələ o suallar onun üçün sadəcə əyləncədir. Amma yox zəifdirsə, o suallar onun üçün işgəncədir.